Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Global Broker şirkətinin hər birini salamlayıram. Bugün sizin günləriş bazar analizini paylaşacaq. Yenə də ilk öncə dolar indeksinə nəzər salaq. Diqqət etsəniz, texniki analiz nöqteyi nəzərindən 23 iyunda başlayan satış trendi dolar indeksində hələ də davam etməkdədir. Artıq 1, 2, 3, 4, 5, 6, 7-ci gündür ki, dolar indeksində satış trendi davam edir. Bu gün ərzində dolar indeksi nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 96-491 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dolar indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, Amerikada Donald Trump'ın böyük gözəl aktı ilə bağlı, yəni verginin azaldılması ilə bağlı qanun layihəsi bir mənada keçmiş oldu artıq Senatdan və bu da bir mənada Amerikanın eyni zamanda borc problemini artıra biləcəyinə görə bu da dolar indeksinə neqativ təsir edə bilər. Xüsusilə 10 illik xəzinə bondlarının faiz gəlirliyi artıq 4.18-dən 4.26-ya yüksəlmiş oldu. Əlavə olaraq hörmətli izləyicilər, sabah Amerikadan açıqlanacaq ən vacib xəbərlərdən birisi əmək bazarı ilə bağlı göstəricilərdir ki, hansı ki, ümumi işsizlik səviyyəsinin 4.3% olacağı proqnoz olunur. Eyni zamanda NFP açıqlanacaq. Əgər göstəricilər gözləniləndən, yəni proqnoz ediləndən daha zəif açıqlanarsa, bu bir mənada dolar indeksinin olan satışları daha da artıra bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyünə diqqət etirsəniz, texniki analiz nöqteyi nəzərindən bizim sistemimiz 23 iyun tarixində alış siqnalı vermişdi avro-dollar valyuta cütlüyündə və həmin tarixdən etibarən avro-dollar valyuta cütlüyü yüksəliş trendi ilə davam edib. Diqqət etirsəniz, bu gün ərzində də nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 1.17 682 səviyyəsi qırılıb, onun altına bağlanmazsa valyuta cütlüyü, biz avro-dollarda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 23 iyunda yaranmış alış trendi hələ də davam etməkdədir. Və bu gün ərzində GBP-USD üçün birinci dəstək səviyyəsi olan 1.37 0.36 səviyyəsi qırılıb onun altına bağlanmazsa biz GBP-USD-də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin həm avro-dollar üçün, həm GBP-USD üçün hörmətli izləyicilər təxminən 7 gündür ki, yüksəliş trendi var və bu gün ərzində müəyyən bir konsolidasiya ola bilər və xüsusilə sabah Amerikadan əmək bazarı ilə bağlı göstəricilər açıqlanacağı üçün bir mənada bu gün bazar range içərisində ticarət oluna bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda isə 16 iyun tarixində başlayan satış trendi hörmətli izləyicilər, diqqət etirsəniz, dünən, yəni 1 iyun tarixində artıq başa çatmış oldu. Belə ki, qızılın qiyməti həmin günün birinci müqavimət səviyyəsini qırdı və hətta onun üzərində bağlanmış oldu. Və bu bir mənada qızılda artıq alış siqnalının formalaşdığını göstərir hörmətli izləyicilər. Təbii, bu gün ərzində nə qədər ki, qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 2308 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini söyləyə bilərik. Xüsusilə hörmətli izləyicilər, sabah Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər də qızılın qiymətinə təsir edə bilər. Lakin hal-hazırda qızılda qeyd etdiyimiz kimi bir mənada alış trendinin formalaşdığını göstərən ilkin siqnal yaranmışdır. Çünki qeyd etdiyimiz kimi bir öncəki günün, yəni 1 iyun tarixində birinci müqavimət səviyyəsinin qırılması və qızılın həmin səviyyənin üzərində bağlanması ilə bazara alıcıların daxil olduğu görünmüş oldu. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksində də 23 iyun tarixində yaranmış alış siqnalı həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətin həmin səviyyənin üzərində bağlanması ilə bir mənada S&P 500 indeksinin alış siqnalı yaranmışdı və hal-hazırda bu davam edir. Bu gün ərzində nə qədər ki, S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 6200 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksinin yüksəlişinin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.